Fikir vermirsiniz, ehtiyatlı adamlar var. Elə şeylərə fikir verirlər ki, özləri ilə bağlı. Biz deyirik da bu xırdaçılıq eləyir. Niyə görə? Biz özünü tanıyıb, o qədər özünə dəyər verir ki, o qiymətli bir əşya olar, deyərsən bir dənə toz qonmasın, cızılmasın. Qiymətini bilir də, uşağa ver o qaşı, atsın o yan yana. Amma zərgər bilir ki, bu çox qiymətli qaşdaşdır, bunun üstünə gərək toz da qonmasın, onu cıza bilər. Onu necə qoruyur məsələn? Öz qədrini bilənlər elə ehtiyatla davranır, bizə deyir, bu laf qəlizlik eləyir. Qəlizlik eləyir, səndən şey yoxdur onun. Sənə özünü eləyir, özü üçün ehtiyat saxlayır. Çünki öz qədrini bilir, bilib kimdir, nə qədər qiymətlidir. Oxuyuram o gün deyir, quyu suyu haqqında fətva verib, müstəhiddir. Ki, quyu suyu iyi, dadı, rəngi dəyişməsən nəcis olmaz. Fətvanı yazıb, birdən baxıb həyətində quyu var. Oturub fikirləşib ki, bu quyu ki məndə var, dolay yolla mənim psixoloji məndə belə bir təsir ola bilər ki, mən fətvama təsir eləsin ki, özüm işimi rahatlaşdırım. Deyir, təzdən deyir ki, quyunu doldurun torpaqla, bağlayın, təzdən gedir, təhqiq eləyir, fətva çıxardır. Biz deyirik, bekar adamdır da oturub. Amma nədir bunu buna vadar eləyən? Özünə o qədər dəyər verir ki, xırdaçılıq eləyir özü ilə bağlı.